4-cü Yaşat düşərgəsinin ikinci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb. Uşaqlar onlar üçün təşkil olunan parkur yarışında qələbə üçün mübarizə aparıblar. Dünya çempionu Hacı Əliyevlə görüş zamanı isə iştirakçılar bu idman növünün ən maraqlı sirlərinə yaxından bələd olublar. Uşaqlar təlimdə bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər. Abad tərəfindən Ebru sənəti üzrə təşkil olunan ustad dərsləri, eləcə də Dayaq Xeyriyyənin sevgi ilə stomatoloji layihəsi çərçivəsində ağız boşluğu gigiyenası mövzusunda baş tutan təlim marağa səbəb olub. Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə uşaqlara hədiyyələr təqdim olunub. Gün ərzində havuza girdik, maraqlı təlimlər keçdik, maraqlı oyunlar oynadıq. Axşamlar biz voleybol, futbol oynadıq və voleybol, futboldan sonra bizi canlı ifaya dəvət etdilər. Ad günümü keçirdik və tortumu kəsdik.